Hər kəsi salamlayıram. Videomuz Güvən 2024 test topusundan çox üzrlər mövzusunun B variantının testlərinin izahları olacaq. Blok imtahanına hazırlaşan hər bir şagirdə uğurlar arzulayıram. İnşallah hər şey yaxşı olar. Kanala abunə olmağı unutmayın. Keçək sualların izahına. Tili 8 sm olan kubla eyni böyüklükdə. Yəni eyni böyüklük odur ki, V kubun həcmi ilə V söhbət burada paralellepipeddən gedir. Paralellepipedin həcmi bir-birinə bərabər olsun. Çünki eyni böyüklükdədir. Deyir, iki ölçüsü verilib paralellepipedin 16 və 4 sm. Paralellepipedin tam səthinin sahəsini soruşur. Deyək ki, bu paralellepipeddir. Şagirdlər, baxın bu paralellepipeddir. İki ölçüsü verilib 16 və 4 sm. Bu 16'dır, bu 4'dür. Növbəti üçüncü ölçüsü yoxdur. Və bizə də şərt verib ki, tili 8 sm olan kubla. Deməli, kubun həcmi A kubu düsturudur. Paralellepipedin həcmi A vur, B vur, C düsturudur. İndi burada kubun həcmi tili 8-dirsə, həcmi olacaq nə? 8 vur, 8 vur, 8 bərabərdir. Ölçülər var 16 ilə 4. 16 vur 4 vur olsun C. İndi biz buradan C'ni tapmalıyıq. C də eləyir 64. Yuxarıda da 8 vur 8 vur 8. Bu 2 8-dən 64 ixtisar gedər. C alınar 8. Paralellepipedin tam səthinin sahəsi S-tan bərabərdir. 2 AB, AC, bir də AC, bir də BC düsturundan tapılır. Yerinə yazırıq. 2 vurulsun. Deməli, ölçülər AB deyək ki, A-ya 16 deyək, B-yə də 4 desək. AB eləyir 64. Üzərinə gəl AC. 8 vur 16. 80, 48, 128. Üstə gəl BC də 4 də və 8, 32. İndi bunu hesablayırıq. 2. Bunları toplasaq. 128 üstə gəl 96. 2 vurulsun. 806 gələndə 14, 1 yadda, 902 gələndə 11, yadda 1, 2, 2, 224, vur 2, 448. Tam səthinin sahəsi. Yəni, cavabımız oldu burada A variantı. 2. Düzbucaqlı paralellepipedin, növbəti sual, ölçüləri belədir. Paralellepipedlə bir böyüklükdə olan kubun tilinin uzunluğunu soruşur. Yenə eyni sualdır. Ölçülər verilibdir. A, B, C verilib hər biri. Paralellepipedlə eyni böyüklükdə dedik ki, onların həcmləri bir-birinə bərabər olmalıdır. İndi yazın. 32 vur 2 vur 10 bərabər olmalıdır A kubuna. Buradan tili tapmış oluruq biz. İndi bunu da hesablayırıq buradan. A-nı tapırıq. Burada 32 santimetrdir, lakin 2 metrdir. 1 metrdə 100 santimetr olduğuna görə 32 vur 200 vur 10 yazın. Belə hesablayın bunu. Digərləri santimetrdir. Bir dənə bu 2 metrdir, fikir verin. Buradan da A kubu bərabərdir 64. Yanında da 3 0. Buradan da aydın məsələdir ki, A eləyəcək neçə? 40 santimetr. Çünki 40'ı 40'a vuranda 1600. 1600'ü də 40'a vuranda 64.000. Cavab oldu D variantı. Üçüncü sual. Düzgün üçbucaqlı piramidanın oturacağının tərəfi verilibdir. Daha doğrusu prizma. Düzgün üçbucaqlı prizmadır. Oturacağının tərəfi. Deyək ki, düzgün üçbucaqlı prizmanın üçbucaqlı prizma çəkdik. Biraz da səliqəli eləyək. Düzgün üçbucaqlı prizmanın tərəfi oturacağının tərəfi 4 cm-dir. Tərəfi oturacağının tərəfi 4 cm-dir. Həcmi belədir. Yan səthinin sahəsini soruşur. Ümumiyyətlə bütün prizmalarda həcm, bütün prizmalar üçün həcm S oturacaq vurulsun H-dır. Bütün prizmalar üçün yan səthinin sahəsi P oturacaq vur H-dır.
İndi bizə buradan nə lazımdır? Bizə buradan H lazımdır. Düzgün üçbucaqlıdır. Bütün tərəflər 4 aydın məsələdir. Perimetri eləyir 12. Vurmalıyam H-a. İndi H-ı axtaraq. H neçədir? Düsturdan tapıram. Oturacağının tərəfi verilib. Fikir verin. S oturacaq. Oturacağı üçbucaqdır. Bərabər tərəfli üçbucaq sahəsi A kvadratı kök 3 bölü 4'dür. 4'ün kvadratı 16 kök 3 bölü 4. Cavabım eləyər 4 kök 3. İndi gətirib yerinə yazsaz 4 kök 3 H bərabərdir V 16 kök 3'ə. Buradan kök 3'lər gedər. H da alınar 4. Gətirib yerinə yazarsınız. Eləyər 48. Yəni D variantı. Sual 4. Düzbucaqlı paralelipedin oturacağının tərəfləri verilibdir. Deməli, belə bir düzbucaqlı paralelipeddir. Düzbucaqlı paralelipedin oturacağının tərəfləri 7 və 24'dür. İndi bizə deyir paralelipedin hündürlüyü də 8'dir. Diagonal kəsiyini sahəsini tapın. İndi bilək ki, bu paralelipedin diagonal kəsiyi hansıdır şagirdlər? Diqqətlə baxın. Bu paralelipedin diagonal kəsiyi baxın bu şəkildədir. Diqqətlə baxın. Diagonalları boyunca alınmış kəsiyə onun diagonal kəsiyi deyilir. Baxın, bu paralelipedin diagonal kəsiyidir. Bunun sahəsini soruşur bizdən. İndi aşağısı deməli düzbucaqlı paraleliped olduğu üçün bu düzbucaqlı bura 90 dərəcədir. 24, 7 aydın məsələdir ki 24, 7 növbəti Pifaqor ədədi 25'dir. Onda düzbucaqlının hər iki diagonalı bərabərdir. Bu da 25'dir. Bunu zaten 8 veriblər bizə. Bu da 8'dir. Bu da 25'dir. Bizdən bunun sahəsini soruşur. Düzbucaqlıdır. Diagonal kəsiyi gördüyünüz kimi. Onun sahəsi də A vur B düsturundan tapılar. Yəni eləyər 25 vur 8 200. D variantı. 5-ci sual. Düzbucaqlı paralelipedin 3 üzünün sahəsi. Deməli üzləri A vur B desək 2'dir. Digər üzü B vur C desək 7'dir. Bir də A vur C desək 14'dür. Həcmini soruşur. Və bərabərdir A vur B vur C düsturundan istifadə edirik. İndi bunun da həcmi tərəf-tərəfə vuranda A kvadratı. Hər ikisindən kvadratı baxın. ABC'nin kvadratı deyək. Bərabərdir. 7 vur 2, 14 vur 14. Buradan da aydın məsələdir ki 14 alınar. Cavabımız oldu 14. Sonra 3 üzünün sahəsini, bəli, tamamilə doğru. 6-cı suala baxıram. Üzlərinin sahələri belə olan düzbucaqlı paralelipedin həcminin sahəsini, paralelipedin həcmini tapın. Eyni sualdır. Özünüz işləyərsiniz. Eyni sualdır. 7. 3 ölçüsünün uzunluqları cəmi belə olan düzbucaqlı paralelipedin diagonalı 26'dır. Paralelipedin tam səthinin sahəsini soruşur. Gəlin bunu buradan yazaq 7'ni. Baxın bu düzbucaqlı paraleliped deyək. Bu şəkildə. Deyir ki 3 ölçüsünün uzunluğu cəmi A üstəgəl B üstəgəl C bərabərdir 38. Düzbucaqlı paralelipedin diagonalı da diagonalı verilibdir 26. Bu diagonal düsturunu xatırlayırıq. D kvadratı bərabərdir A kvadratı plus B kvadratı plus C kvadratı düsturundan tapılırdı. Bu da onda 26'nın kvadratına bərabərdir. 26'nın kvadratı eləyir 576. 26'nın kvadratı 576 eləyəcək. Bir dənə baxaq. 676 eləyir. 24'ün kvadratı 576'dır. Paralelipedin tam səthinin sahəsinin S tam bərabərdir. 2 vurulsun AB, BC və bir də AC-ni bizdən soruşur. İndi
İndi bunu belə yazın, baxın şagirdlər. Bu A üstəgəl B üstəgəl C yoxdur. Bunu yazın belə. A üstəgəl B üstəgəl C kvadratı bərabərdir 1 də 38-in kvadratına. Bunu kvadrata yüksəltsəz, elə bir ikisinə bir dənə kimi baxın. Birinə A, birinə B kimi baxın. Birincinin kvadratı, birinci ilə ikincinin hasilinin 2 misli, bir də üstəgəl ikincinin kvadratı. Yəni B üstəgəl C-nin kvadratı, onu da açıram B kvadratı. 2BC üstəgəl C kvadratı bərabərdir 38-in kvadratına. 8-in kvadratı qalsın, fərq eləməz elə. Buradan deməli A kvadratı, baxın. Bu A kvadratı, B kvadratı, biz C kvadratının yerinə gətirib 676 yazacağım. Olur belə onda. Bunu da vurub açıram. 2AB, 2AC, bir də üstəgəl 2BC. Elə bu tam səthinin sahəsi də bizdən bunu soruşacaq. Bərabərdir 38-in kvadratı çıxılsın 676. O da 26-nın kvadratı idi. Bunu da A minus B, A plus B yazın. 38-dən 26 çıxanda 12. Toplayanda da 50, 64. 64'ü 12'ye vurmaq lazımdır. 64 vur 10 üstəgəl 64 vur 2. 640 üstəgəl 128. Eləyir 768. Cavabımız B variantı. Bu şəkildə işləyin. 8-ci suala baxıram. Sual 8. Düzbucağı paralellepipedin diagonal kəsiyin sayısı oturacağın tərəflərindən biri yan tili paralellepipedin həcmini soruşur. Baxın, düzbucaqlı paralellepiped bir də çəkirəm. Bu düzbucaqlı paralellepiped olsun. İndi bunun deyir ki, diagonal kəsiyinin sayısı, dedik ki, diagonal kəsiyi budur. Diagonal boyunca kəsilir. Baxın, budur diagonal kəsiyi. Bunun sahəsi verib 16. Oturacağın tərəflərindən biri də 4. Məsələn, olsun bu 4. Yan tili 2-dir. Bu da 2-dir, bu da 2-dir onda. Bunda sahəsi, burada bir x yazın. X vur 2 bərabərdir. Veriblər 16-ya. X-ın da burada indi 8. Deməli, bu diagonal 8 imiş. Deməli, baxın, bu diagonal 8-dir. Bu da düzbucaqlıdır da. Oturacağı düzbucaqlıdır. Baxın, bu 4-dür. Diagonalı da 18-dir. İndi aydın məsələdir ki, bizə lazımdır, həcm lazımdır. A vur, B vur, C. V bərabərdir. 2 var, 4 var, bir dənə bura A yoxdur. Onu da tapırıq aydın məsələdir bu Pifaqor teoremindən. Bu bucağın siz 30 dərəcə olduğunu görürsünüz. Bu bucağı da 60'dır. Çünki 30 dərəcə bucaq qarşısında katet hipotenuzun yarısıdır. Onu da digər katet onun kök 3 mislidir. Gətirin yerinə burada 4 kök 3 yazın. 8, 32 kök 3. Bitti. C variantı. 9. Kubun həcmi düzbucaqlı paralellepipedin həcminə bərabərdir. V kub bərabərdir V paralellepiped. Paralellepipedin diagonalının uzunluğu verilib və iki tilinin uzunluqları isə belədir. Kubun tilini tap. D kvadratı bərabərdir. Bu düstura əsaslansaq, onda bunun kvadratı 84 eləyir diagonalın. A kvadrat sonra B kvadratı 64 üstəgəl 16 üstəgəl C kvadratı. Aydın məsələdir ki, C buradan 2 eləyəcək. Kubun tilini tapın. Kubun tilini tapmaq üçün bunun həcmini tapıram. V bərabərdir. Tərəflər var 2-dir, 8-dir, bir də 4-dür. Bu da eləyir 8, 64. O da A kubu düsturuna, yəni A kubuna bərabər. Çünki kubun həcmi paralellepipedin həcmi idi deyir. Onda til də oradan alınacaq 4. Yəni A variantı. 10-cu sual. Artıq bu kub paralellepipeddən deyəsən yekunlaşdıq. Düzgün dördbucaqlı piramidanın, düzgün dördbucaqlı deyirsə, oturacağı kvadrat. Kvadratı çəkin bu formada. Düzgün dördbucaqlı piramida çəkirəm. Düzgün dördbucaqlı piramidanın yan tili 5'dir. Oturacağın tərəfi 4'dür. Kvadratda oturacağı. Həcmini soruşur. Ümumiyyətlə, bütün piramidalar üçün həcm konusdakı kimidir. 3'də 1 S oturacağı vurulsun H-dır.
Oturacağı da aydın məsələdir ki, kvadratdır, sahəsi 16 eləyər. Bir dənə haşımız yoxdur. Haş da budur şagirdlər. Buraya indiririk haşı, diaqonalların kəsişmə nöqtəsi. İndi buradan bizə deyir ki, o haş lazımdır bizə. İndi bunu bura çəkin. Bu aydın məsələdir ki, xaricinə çəkilmiş çevrənin radiusudur. Əgər şagirdlər baxın çox istifadə eləyəsik, bura çəksəydik, daxilinə çəkilmiş çevrənin radiusu olacaqdı. Biz böyük yerlə işləyirik, perpendikulyar. Aydın məsələdir ki, kvadratın diaqonalı 4 kök 2-dir. Tərəfin kökdə 2 misal. Onun yarısıdır. 4 kök 2-nin yarısı 2 kökdə 2-dir. 2 kökdə 2-dir. İndi bu haşı da tapaq biz. Olurmu? H kvadratı bərabərdir 25 çıxılsın 4 ötürü 8. H kvadrat. H da bərabərdir kök 17. Gətirib yerinə yazıram kök 17. Belə bir cavab. 3-də 16 kök 17 böl bu formada B bəndi. Düzgün tetraedrın 11. Düzgün tetraedrın tam səthinin sahəsi belədirsə həcmi necə olar? Bu düzgün tetraedrın tam səthinin sahəsi ümumiyyətlə bütün piramidalar üçün eynidir bu. Belə də yəni tam səthinin sahəsi üçün hazır düsturu da var. A kvadratı kök 3 düsturu. Bərabər eləyin 16 kök 3-ə. Da buradan A4 alınsın. Həcmi üçün də düstur var. A kubu kök 2 bölünsün 12 düsturu. Gətirib yerinə yazıb misalın cavabını tapa bilərsiz. 4-ün kubu 64 kök 2 bölü 12. 4'e ixtisar eləsəz burada 3, burada da 16 kök 2. B variantı. 12-ci sual. Düzgün üçbucaqlı prizmanın oturacağının tərəfləri verilibdir. Prizmanın həcmi verilibdir. Yan teli nə qədər olar? Düzgün üçbucaqlı prizma. Baxın, düzgün üçbucaqlı prizma. Bu düzgün üçbucaqlı prizma oturacağının tərəfləri var. 10, 12, bir də 14. Bizə deyir ki, həcmi bu qədərdir. Yan teli nə qədərdir? Düz üçbucaqlı prizmanın, düz üçbucaqlı. Düz üçbucaqlısa bu 90 dərəcədir. Elə bu yan tel hündürlükdür. Heron düsturundan sahə tapaq. S bərabərdir. Əvvəlcə yarım perimetr tapaq. Eləyir 26 yarısı 13. Toplayıb yarıya böldüm. S bərabər düsturumuz necə idi? P vurulsun. P minus A 3. P minus B. Deməli, bir dəqiqə. Deməli, 26, 36'ın yarısı 18 yazmalıyım. Üzürlü sayın. 18 vurulsun. 18 çıx 18. Bir də 4, bir də 6. İndi buradan 18'i 8'e vuranda eləyər neçə? 64, 80, 144. Bundan 12 çıxdı. Bu 24'dür. Hadi məsələdə bu 4'dən 2 çıxır çölə, 6'dan da çıxmır. İçinə qalır 24 kök 6. İndi bu oturacağın sahəsidir. Bütün prizmalar üçün də həcm S oturacağı vur H idi. H'ı da buradan tapsaz 48 kök 6'nı 24 kök 6'ya bölürsünüz. Cavab alınır 2. Əssalam. Oldu belə. 13-cü suala baxıram. Deməli 13'də düzgün dördbucaqlı prizma oturacağı kvadratdır. Deyək ki, belə bir düzgün dördbucaqlı prizma şagirdlər. Deyir ki, düzgün dördbucaqlı prizmanın diaqonalı 25 santimetrdir. Bu onun diaqonalıdır 25 santimetr. Yan teli 20'dir. Yan tellərindən biri. Məsələn, bu olsun 20. Oturacağın sahəsini soruşur. İndi şagirdlər, bunu buna birləşdirin. Bilirsiniz ki, burada 90 idi. Bu da 90'dır. İndi burada 25 verilmişdi. 25-20 növbəti Pifagor ədədimiz deməli 15'dir. Belə çıxır ki, bu kvadratdır. Düzgün dördbucaqlı olduğu üçün kvadratın diaqonalı da 15'dir. Oturacağının sahəsini soruşur. S bərabərdir.
Kvadratın sahəsi ya a kvadratıdır, ya da diagonallar hasilinin yarısıdır. Yəni d kvadratı bölü 2-dir. Bu da 225'in deyək ki yarısı. Eləyər 112 tam onda 5 B variantı. Sual 14. 14-cü suala baxıram. Düzgün dördbucaqlı piramidanın bütün tilləri 1-ə bərabərdir. Onun hündürlüyünü tapın. Düzgün dördbucaqlı piramidanın belə piramida çəkək bir dənə düzgün dördbucaqlı piramida. Bütün tilləri 1-ə bərabərdir deməli. Bir dənə piramidanı çəkək buradan. Belə bir piramidadır. İndi bütün tilləri 1'dir. Hər yer 1'dir şagirdlər. Onun hündürlüyünü tapın. Piramidanın hündürlüyü, bura bir müstəvisinə bir hündürlük endirin. Onun hündürlüyünü tapmaq üçün bunu bura birləşdirin. Bunu bura birləşdirirsiniz çünki yan til verilibdir. Dedik ki yan til varsa böyük R, apofem varsa kiçik R-dən işləyirik. Apofem yan üzün hündürlüyüdür. Bax buradan çəkilən hündürlükdür. İndi buna ehtiyac yoxdur burada. Bu zaman bunu bura çəkirdik. Yəni bu da kiçik R olur. Oturacaqdakı hansı fiqursa onun daxilinə çəkilmiş çevrənin radiusu. Bu da 90 dərəcədir. Bu kvadratın, R kvadratın diagonalının yarısıdır. Çünki kvadratın şagirdlər xaricinə çevrə çəkəndə, bir dənə baxın. Kvadratın xaricinə çevrə çəkəndə çevrənin mərkəzi diagonalın yarısına bərabərdir. Digər tərəfdə daxilinə çəkiləndə tərəfin yarısı. Bu da diagonalın yarısı 1-1-dirsə, tərəfin kökdə 2 misli kök 2-dir. Onda radius kök 2 bölü 2-dir. Bu da h-dır. Bu h-ı da belə tapırıq. H kvadratı bərabərdir. 1'in kvadratı çıxılsın bunun kvadratı, yəni r-in kvadratı. O deyilir 4'də 2, yəni 2'də 1. H da bərabərdir. Kök altında 2'də 1. Yəni cavab kök 2 bölü 2 irrasionaldan azad edirsiniz. B variantı. 14 idi bu. 15-ci sualla davam. Deməli, düzbucaqlı paralelipedin diagonal kəsiyi kvadratdır. Yan tili belə olan paralelipedin oturacağının bir tərəfi 3, həcmini tapın. Baxın, bir dənə düzbucaqlı paraleliped çəkirəm. Belə bir düzbucaqlı paralelipeddir deyək. Bizə deyir ki, diagonal kəsiyi. Deməli bu diagonal kəsiyidir onun. Bayaq qeyd elədik. Bunu qırmızı ilə göstərirəm. Bu onun diagonal kəsiyi dedik. Bu diagonal kəsiyidir. Kvadratdır. Yan til 5'dir. Deməli yan til bu 5'dir. Oturacağının bir tərəfi 3'dür. Bizdən həcmini soruşur. İndi bizdən həcmini soruşur. İndi şagirdlər, bir şeyə fikir verin. Bir şeyə fikir verin. Bu 5'dirsə, bu da 5'dir də. Bu da 5'dir. Paralelipedin hündürlüyü deyək də bu. İndi fikir verin. Bu 3'dür. Bu 3'dür. Kvadratdır. Onda aydın məsələdir ki, bu 3'dür, bu 1'dir. Bu da 5'dir. Bu da 5'dir. Bu da 5'dir. Bu düzbucaqlıdır artıq. Baxın, bu aşağısı oturacağı düzbucaqlıdır. Bizə düzbucağının tərəflərindən birini 3, diagonalını da veribdir 5. Onda oturacağın, belə deyək də, tərəflərdən biri neçə eləyəcək? 4 eləyəcək. 3, 4, 5'ə görə. Digər tərəfi də tapdınız 4. İndi deyir, bunun həcmini tapın. 3 vur, 4 vur, 5. Eləyər 60. A variantı. Kubun səthi belə olduqda, onun tilini tapın. 16. Deməli, kubun səthi belə oldu. Kubun tam səthidir. Bura bir tam əlavə edirəm. Yəni, bunu bəzən demirlər tam səthidir. Siz bilməlisiniz ki, o tam səthidir. Yan səthi olsa, zaten yan səthidir deyəcəklər. Kubun tam səthi 6a kvadratı bərabərdir. Deməli, bu biraz kobud ədəddir. Deməli, 2'də 2'ni vursaq buna 2 də böyük 6, 2 də 9, 18, 1 yadda 14, 15. 1586, bir də üzərinə 1 gəlirim. 1587.
bölünsün 6. Vur 6-da 1 yazsam əgər. İndi bunu yazarıq. A kvadratı bərabərdir 2-də 1587 vur 6-da 1. Buradan da 3 ixtisar gedirlər bunlar. A kvadratı 3 ixtisar eləsəm burada aşağıda 4 qalar. 3-ə 5 deməli 2 529. Alındı bu formada. Bu da A bərabərdir. Kökdən çıxsa 2-də 23 kimi çıxar. Cavabımız elədi 2-də 23. D variantı. 17-ci sualla davam edirəm. Düzbucaqlı paralelipedin tam səthi belədir, ölçüləri isə belədir. Deyək ki, A x-dır, B 2x-dır, C 3x-dır. Tam səthin sahəsi verilibdir. Düsturumuz necə idi? 2AB, 2BC, bir də 2AC formasında bərabərdir 352-yə. İndi buradan yerinə yazsaz 2x kvadratı, 6x kvadratı, bir də 3x kvadratı bərabərdir 352. Bununla bunu ixtisar edin. 8 11x kvadratı bərabərdir 352-nin yarısı 1 7 6 176. X kvadratı da buna bölünəcəkdir çox güman. Bir dəfə 6 demək 6 dəfə 16. X elədi 4. Gətirib yerinə yazsam A 4-dür, B 8, C də 12. Həcmini soruşur, bir-birinə vurursuz. 32 vur 12 neçə edirsə. 320, bu da 64, 384. 18-ci sual. Tili 6 olan kubla eyni böyüklükdə olan düzbucaqlı paralelipedin 2 ölçüsü var. Paralelipedin tam səthinin sayəsini tap. Tili 6-dırsa, onda kubun həcmi 6-nın kubudur, yəni A kubuna görə 216. Eyni böyüklükdə deyirsə, yəni həcmləri bərabərdir kubla paralelipedin. 2 ölçüsü 6 vur 4-dür. Kubun həcmi, paralelipedin həcmi A vur B vur, bir də C-dir. İndi o C-ni tapaq biz. C bərabərdir 216 bölünsün 6 vur 4. Bundan bu ixtisar gedir. Qarı 36. 36-nın da 4-ü bölündü 9. C 9. Paralelipedin tam səthinin sayısı S tam bərabərdir 2. AB, BC, AC düsturundan istifadə edərsiniz. İndi hər şey var. Gətirib yerinə özünüz yazarsınız. Bu A-dır, bu B-dir. C-də 9. 19-cu sual. 19-cu sualda deyir, düzbucaqlı paralelipedin 3 müxtəlif üzünün sahələri belədir, həcmini tap. 3 müxtəlif üz dedikdə, baxın, bir də şəkli çəkmirəm. Məsələn, burada 3 üz dedikdə, bir üz budur. Bunun sahəsi nə? Düzbucaqlının sahəsidir. 5 vur 3-dür. Və yaxud bunun sahəsi, bu qarşıdakı üzün sahəsi. Ona görə də bu 3 müxtəlif üzün sahəsi deyəndə birinə yazın A vur B 6, B vur C 8, bir də A vur C bərabərdir 12. Həcmini tapın. Kubun həcmi, paralelipedin həcmi A vur B vur C'dir. İndi bir-birinə vursaq A vur B vur C eləyir. Lakin kvadratı 6 vur 8 vur 12. Bunu da yazıram belə. 6 vur 8 vur 12. Buradan da ABC'ni tapmaq üçün kökə salsaq bunu. 6. 12'ni yazın 6 vur 2. Bu da 8. Bu 2'den 6'dan şöyle bir 6 çıxar. 2 və 8 16'dan da 4 çıxar. Cavabım qaldı 24. 20-ci sual. Düzbucaqlı paraleliped şəklində olan çən tilləri, ölçüləri belədir. Çənin 5%-i su ilə doludur. Çənə daha neçə litr su vurmaq olar? 5%-i doludursa, deməli 95%-i boşdur. 95%-li su çənə vurmaq olar hələ də. Deməli, ölçülərimiz var. Əvvəlcə çənin həcmini tapaq. 1 metr vur 2 metr vur 2 metr. Bu elədir 4 metrin kubu. İndi fikir verin, cavablar litrləndir. 1 litr deməli 1 metrin kubu 1000 litrdir. Bax, 1 metrin kubu 1000 litrdir. Biz də 4 metrin kubunu tapmışıq. Deməli, çənimiz 4000 litr tutur. Yəni, bunun həcmi bu qədərdir. İndi 5% su ilə doludsa, ədədi faiz göstərən ədədə vurun, 100-ə bölün. Eləyər bunlar gedər 200. Deməli, 200-ü su ilə doludur.
Çənimizdə 4000 litrlidir. Deməli hələ 3800-ünü əlavə edə bilərik. Yəni A variantı. Sonra 21. Və bu sual əsl blok imtahanına gələ biləcək suallardan biri idi. Piramidanın oturacağı belə olan düzbucaqlı üçbucaqdır. Bir dənə piramida çəkirəm. Belə bir piramidadır şagirdlər. Baxın. Deyir ki, düzbucaqlı üçbucaqdır. 3 və 4. Piramidanın oturacağındakı iki üzlü bucaq. Bax şagirdlər, deməli, iki üzlü bucaq burada hansıdır? Söhbət piramidanın oturacağındakı iki üzlü bucaqdan söhbət gedir. Piramidanın oturacağında biz iki üzlü bucağı göstərmək üçün bu xəttə baxırıq. Bu xəttə mən bir dənə hündürlük endirirəm. Bax, bu çəkdiyim şəkil biraz balaca alınıb. Gəlin bunu biraz ətraflı izah edəcəm. Biraz böyük çəkirəm şəkli. Baxın şagirdlər, bu hissələrdə biraz çətinlik çəkir şagirdlərimiz. Diqqətli olaq. Deyirəm ki, buradan piramida çəkim. Baxın, adlandıraq. A, B, bu da C. Bu da 90 dərəcə. Piramidanın, söhbət üçbucaqlı piramidadan gedir. Oturacağı düzbucaqlı üçbucaq olan piramidadan gedir. Bunun oturacağındakı iki üzlü bucaq hansıdır? İndi onu göstərmək istəyirəm sizə. Diqqətlə baxın. Bu zaman həmin o piramidanın təpə nöqtəsi deyək, bu K deyək də. Bu K-dan bir dənə yan üzünün hündürlüyünü çəkirsiniz. Biz buna apofem deyirik. Yan üzünün hündürlüyüdür. 90 dərəcə. Yan üzünün hündürlüyü. Həmin bu xəttə, buna bir KM xətti deyək. Mən bu KM xəttinə bir dənə perpendikulyar endirirəm. Baxın, oturacaq müstəvisinə perpendikulyar endirirəm. K nöqtəsindən oturacaq müstəvisinə perpendikulyar endirirəm. İndi bunu bura ilə birləşdirirəm. Bu KM düz xəttinin bu OM parçası olur proyeksiyası. KM xəttinin OM parçası olur proyeksiyası. Həmin o KM ilə bu OM arasında qalan bucağa isə ikiyüzlü bucaq deyirik. Belə deyək də, biz da ki, bu bir xəttdir. Bu xəttin müstəvi üzərindəki proyeksiyasını necə göstəririk? Bu müstəvidir deyək. Bax, bu müstəvidir. Bu düz xəttin müstəvi üzərindəki proyeksiyasını göstərmək üçün müstəviyə bir dənə perpendikulyar endiririk. Endirdim. İndi bunu birləşdirirəm. Baxın, bunu birləşdirirəm. Bu olur düz xəttin, yəni bu ağ düz xəttin AB deyirəm. Bax, bu ağ düz xəttin müstəvi üzərindəki bu proyeksiyası olur. İndi mən də onu etmişəm, şagirdlər fikir verin. Bu KM apofem deyək, düz xətti və bu ortaq tərəfə çəkilmiş perpendikulyardır. Bu AC tərəfinə həm də çəkilmiş perpendikulyardır. Biz iki üzlü bucağı göstərəndə necə göstərdik? İki müstəvi üzərindəki bucağı necə göstərdik? Deyirdik, iki müstəvi arasındakı bucaq onların ortaq tərəfinə endirilmiş perpendikulyarlar arasında qalan bucaqdır. Bax, bu bucaqdır demişdik. Burada da bu KM bu AC-yə çəkilmiş perpendikulyardır. Yəni yan üzünün hündürlüyüdür. İndi mən bu KM-ə nə çəkirəm? Bir dənə xətt kimi baxıram. KM-ə bir mail kimi baxıram. Bir KO müstəviyə perpendikulyarını endirirəm. OM onun proyeksiyası olur. OM proyeksiyası şagirdlər, proyeksiya ilə apofem arasında qalan bucaq elə 45 dərəcəlik ikiyüzlü bucaqdır. Bunu yadınızdan çıxarmayın. Cavab oldu bu 45. Başqa şey deyir bizə burada. İndi bu hündürlüyünü soruşur. İndi şagirdlər, düzbucaqlı üçbucaqdır, görürsüz. 3-dür, 4-dür, 5-dir. Bu xətt, bu qırmızı ilə göstərdiyim OM parçası, bu OM parçası üçbucağın daxilinə çəkilmiş çevrənin radiusudur hər zaman. Kiçik R-dir. Bu kiçik R. Bu R-i də tapırlar. Toplayıram 7 çıx 5 bölü 2 1. Deməli bura 1-dir. Bura 1-dirsə, onda bura da 1-dir. Çünki 45 dərəcə idi. Yəni cavabım oldu 1 sm. Belə bir sual idi. 22. Hündürlüyü belə olan düz paralellepipedin oturacağı rombdur. Düz paralellepiped. Oturacağı romb olacaq. Biraz səliqəli çəkəcəyik.
Deməli, düz paralellepipeddir. Hündürlüyü h-dır paralellepipedin. Düz olduğu üçün bu 90 dərəcədir. Elə yan tili h-dır. Diaqonallar oturacaq müstəvisi ilə 45 dərəcə 30 və 45 dərəcəlik bucaq əmələ gətirir. Diaqonallar oturacaq müstəvisi ilə belə bir bucaq əmələ gətirir. Hə, indi diqqətlə baxın. Baxın, bunu da biraz dərindən işləyək. Buna deyək A, B, C, D. Buna yazın A1, B1, C1 və buna D1 deyək. Buradan deyək D1. İndi diqqətlə baxın. Nəyə fikir verirsiniz? Çox diqqətli olun. Mən AC diaqonalını çəkirəm. Baxın, AC diaqonalını çəkdim. Bu AC diaqonalının oturacaq müstəvisi ilə əmələ gətirdiyi bucaq hansıdır? Bayaq da izah etdim ki, bu AC indi deyək ki, düz xəttdir. Buradan göstərməyəsən. Bu AC diaqonalda adi bir düz xəttdir. Bunun müstəvi üzərindəki proyeksiyası hansıdır? Oradan, yəni o nöqtədən müstəviyə bir perpendikulyar indirirsiniz və bunu birləşdirirsiniz. Özü olur mail. Bu perpendikulyar, bu da onun proyeksiyası da. Onda mən o proyeksiyanı göstərmək üçün deməli bunu bura çəkməliyəm. Zaten elə hündürlüyüm var da, fikir verin, h elə zaten burada hündürlükdür. Yəni mən bu endirdiyim perpendikulyardır. Yəqin ki, aydındır. Bu bucağımızı verib bizə 1,30 dərəcədir. Bu aydındır yəqin ki. İndi digər diaqonalı çəkirəm. Bu diaqonalı çəkirəm. Bu da oturacaq müstəvisi ilə 45 dərəcə bucaq əmələ gətirəsidir. 45 dərəcə. Baxın, bunu bura birləşdirməliyəm artıq. Niyə? Çünki bu da 90 dərəcədir. B1D düz xəttinin, adi düz xəttin proyeksiyasını necə göstərirlər? Bir dənə hündürlüyü endirirlər. Baxın, o B1B hündürlüyüdür. Bunu birləşdirdiniz, olur bu da proyeksiya. İndi bu bucaq da 45 dərəcədir. Buralar aydındır bizə. Paralellepipedin həcmini soruşur bizdən. Diqqətlə baxın. Paralellepipedin həcmi. İndi diqqətiniz burada olsun. Bu 30 dərəcəlik qırmızı ilə işarə elədiyim, yəni bunu da qırmızı ilə göstərim. İşarə elədiyim üç bucağa baxın, düz bucaqlı üç bucaqdır. 30 dərəcəli bucaq qarşısında h-dır. Onda bu bucağımız 60 dərəcədir. 60 dərəcəli bucaq qarşısında olan AC katetimiz, həm də rombun diaqonalıdır. Ona bir D1 diaqonalı deyək. O diaqonal da tərəfin kökdə 3 mislidir. Yəni h-ın kökdə 3 mislidir. H kökdə 3-dür. İndi göy ilə göstərdiyim bu üç bucağa fikir verirsiniz. Baxın, B1 üç bucağında mənə lazım olan BD rombun diaqonalıdır. O da ikinci diaqonal olsun. Bu da nəyə bərabərdir? Elə bu h olduğu üçün elə özü də h-a bərabər. Çünki bu bucaqda 45 dərəcə idi. Elə h-dır. Aşağısı rombdur. Rombun biz diaqonallarını bilirik. Romb bizə nə soruşur? Həcmi soruşur. Deməli, bunun həcmi də paralellepipedin həcmi. Ümumiyyətlə, bütün prizmaların həcmi S oturacaq vur h düsturundan tapılır. Oturacağının sahəsi rombdur. Rombun sahəsi diaqonallar hasilinin yarısıdır şagirdlər. Bir də vurulsun h düsturu. Diaqonallarımız var artıq bizim. H kök 3 vurulsun h. Bir də o bir h var. Bölünsün 2. Bu da eləyir h kubu kök 3 böl 2. H kubu kök 3 böl 2 belə bir düstur. H kubu kök 3 böl 2 B variantı. Belə bir maraqlı sualdır. Bu da 23-cü suala baxıram. Sual 23. Piramidanın oturacağı hipotenuzu belə olan düzbucaqlı üçbucaqdır. Deməli, belə bir piramidadır. Düzbucaqlı üçbucaqdır deyir. A, B, C deyirəm. Hipotenuzu da BC-də 2 kök 3 olan, iti bucağı 15 dərəcə olan. İti bucağı da verilib hətta 15 dərəcə. Yan tillər oturacaq müstəvisi ilə 60 dərəcəli bucaq əmələ gətirir. Bütün yan tillər oturacaq müstəvisi ilə bu qədər bucaq əmələ gətirir. İndi bunu pozuram buradan. Baxın, yan til, bax bu K deyək. Bunu pozum da buraları başa düşdük. Bu KC yan tildir. Yan til oturacaq müstəvisi ilə əmələ gətirdiyi bucağı tapmaq üçün dedik ki, biz bir dənə ora nə indiririk?
müstəviyə hündürlük n deyirik. Yan tilin oturacaq müstəvisinə əmələ gətirdiyi bucaq, ona bir mail kimi baxıram. Artıq bunu birləşdirsəm, bu bucaq olur 60 dərəcə. Piramidanın həcmini soruşur. Deməli, soruşur piramidanın həcmini. V bərabərdir. Piramidalarda 1/3 S oturacaq vurulsun H düsturu. İndi H düsturu. İndi diqqətli olmalıyıq. Nəyə fikir verməliyik? Şagirdlər, burada bir şeyi də qeyd eləyək ki, biz yan tillə işləyəsik. Çünki yan tillər oturacaq müstəvisi ilə əmələ gətirdiyi bucağı soruşur. Yan tillə də dedik ki, böyük R işlənilir. Apofemlə kiçik R işlənilir. İndi əgər yan tilləndirsə, bu da düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucaqda xaricə çəkimi çevirən radiusu həmişə hipotenuzun yarısına düşdüyü üçün, deməli biz burada daha dəqiq çəkməliyik şəkli. Bu hündürlük gəlir düşür bu hipotenuzun düz üstünə. Çünki mərkəz burada olmalıdır axı. Xaricə çəkimi çevirən radiusu diaqonalların kəşmə, daha doğrusu hipotenuzun yarısına düşür. Düzbucaqlı üçbucağın xaricinə çəkimi çevirən radiusu. Onu da 2 kök 3 veribdirsə, onda bura kök 3 imiş. Bu hissə kök 3'dür. Bu hissə. Və bu bucaqda 60 dərəcə verilib. Onda bu bucaq 30 dərəcə idi. 30 dərəcə, 60 dərəcə. 60 dərəcə bucaq qarşısında olan bu hündürlük var. Bu hündürlük digər katetin, yəni kök 3'ün kök 3 mislidir. Yəni 3'dür. Biz H-ı da aydınlaşdırdıq, elədi 3. İndi S oturacağı tapacağım. S oturacağı tapmaq üçün bu şəkli qırağa köçürəm, sərgəli alınsın. Bu bucaq 75, bu bucaq da 15 dərəcə deyək. Üzr istəyirəm, şəkil pozuldu. Bu bucaq 15 dərəcədir. Bu bucaq da 75 dərəcədir. Bizə də düzbucaqlı üçbucağın sahəsi lazım. Bu A-dır, bu B-dir, bu da C-dir. Bu 15 dərəcənin konkret bucağın dərəcə ölçüsü var, amma o yola getməyəcəm. O yolla yazmam. Bu sinus 15 nəyə bərabər sinus 15? Deməli, qarşıdakı katetin hipotenuza nisbəti. Hipotenuz da neçədir? 2 kök 3. Kosinus 15 isə bitişik katetin hipotenuza nisbətidir. Yəni şagirdlər, o da 2 kök 3'dür də. Onda buradan A alınır 2 kök 3 sinus 15, B alınır 2 kök 3 kosinus 15. İndi bunu bir-birinə vururam. Bir-birinə vursam olur A vur B. 2 kök 3 2 kök 3 olur 4 12 sinus 15 kosinus 15 bu şəkildə. Elə deyilmi? Buradan A vur B bərabərdir 6 vur 2 formasında bunu parçalayıb yazsaydım, bu sinus 30'dur. 2'də 1 alır. Yəni A vur B 6 vur 2'də 1 elədi 3. Düzbucaqlı üçbucağın sahəsi də katetlər asilinin yarısıdır. Elədi 1/5. İndi gətirib yerinə yazın. Burada S oturacaq vur 3'də 1 vur S oturacaq 1/5. H-ımız da 3'dür. 3'lər gedir. Elə qalır 1/5. Yəni C variantı. Belə növbəti 24-cü suala baxıram. Üçbucaqlı piramidanın oturacağının tərəfləri üçbucaqlı piramida deməli belə. Şagirdlər diqqətlə baxın. Üçbucaqlı piramidanın oturacağının tərəfləri 3, 3 və deməli 4 cm-dir. Yan til isə 4 cm. Yan til isə 3 kök 20'dir. Bizə deyək piramidanın həcmini tapın. Həcm üçün 3'də 1 S oturacaq vur H lazımdır. Oturacağı da heronla tapa bilirik də. Yarım perimetr. Toplayıb yarıya böldüm. 15. Deməli S bərabərdir. P vurulsun. P minus A, P minus B, P minus C. Buradan da 2 kök 5 alıram. 2 kök 5. İndi hündürlüyü necə tapaq? Hündürlüyü də buradan hündürlüyü çəkin. Bura çəkildi. Başqa rənglə çəkək. Hündürlük. Yan tillə işləyirik. Yan tillə işləsək deməli böyük R olacaq. Xaricə çəkimi çevirən radiusu. Yan tillə işlədiyimiz zaman. Bu da üçbucağın xaricinə çəkilmiş
çevrənin radiusu üçün belə bir düstur. ABS bölünsün 4S. Gətirib yerinə yazsam, ABS 3 3 9 vur 4 böl 4S. 4 vur 2 kök 5. Bundan bu getdi, qaldı 2 kök 5'də 9. Aldıq bu şəkildə. Aldıq bu şəkildə. İndi buradan bizə lazım olan bu h-ı tapsaq, olurmu belə? H kvadratı bərabərdir 3 kök 20'nin kvadratı çıxılsın 2 kök 5'də 9'un kvadratı. Ədədləri pis veriblər. Buradan h-ı da alacaqsınız. İndi mən qıraqda hesabladım. 2 kök 5 aşağıda 3 kökdə 391. İndi v bərabərdir 3'də 1 s oturacaq. S oturacağım 2 kök 5 idi. Vur h-ımda 3 kök 391 bölünsün 2 kök 5 idi. Bundan bu getdi. 3 ilə 3 getdi. Qaldı kök altında 391. Yəni A variantı. Növbəti 25-ci suala baxıram. Tilləri cüt-cüt perpendikulyar olan üçbucaqlı piramidanın. Deməli, belə bir üçbucaqlı piramidadır şagirdlər. Lakin tillər cüt-cüt perpendikulyardır. Bir-birinə perpendikulyardır. Bu şəkildə. Onların həcm düsturu var və bərabərdir. Cüt-cüt perpendikulyar tilləri cüt-cüt perpendikulyar olan piramidalar üçün həcm düsturu. Bu A vur B vur C bölünsün 6 düsturundan tapasınız. Yadda saxlayın bunu. Tillərindən ikisi də var. 4-dən 5'dir. 4'ü 5'ə vurun 20. C böl 6 bərabərdir 20'yə. 20'lər getdi. C də bərabərdir buradan 6'ya. Üçüncü tili soruşurdu. O da elədi 6. 26-cı suala baxıram. Sual 26. Apofemi oturacaq müstəvisil 60 dərəcə bucağı əmələ gətirən düzgün dördbucaqlı piramidanın daxilinə çəkilmiş kürənin radiusu. Belə olarsa piramidanın həcmini tapın. İndi diqqətlə baxın şagirdlər. Diqqətlə baxın. Daha pozuram mane olmasın bizə. 26-cı sual deyək. Deməli düzgün dördbucaqlı əvvəlcə piramida çəkirəm. Düzgün dördbucaqlı piramida. Bunu elə çəkək. Diqqətlə baxın şagirdlər. Düzgün dördbucaqlı piramida çəkmişəm. Düzgün dördbucaqlı piramidanın oturacaq müstəvisi ilə apofemi oturacaq müstəvisi ilə belə bir bucaq əmələ gətirir. İndi belə eləyək də. Gəlin şəkli biraz daha səliqəli çəkək. Deyəcəm niyə? Çünki bu elə bir sualdır ki, biraz səliqəyə ehtiyac var sualda. Formada etsəm. Bu formada etsəm. Ümumiyyətlə şəkli çəkmək çox önəmlidir. Şəkilə diqqət. Şəkil səliqəsiz olanda yaxşı alınmır. Belə bir piramidadır deyək. İndi diqqətlə baxın. Apofem oturacaq müstəvisi ilə 60 dərəcə bucaq əmələ gətirən düzgün dördbucaqlı piramidanın daxilində çəkilmiş kürə. İndi bunun daxilində kürə lazımdır bizə. Baxın nəyi deyəcəm sizə. Bunun apofemi budur. Yan üzünün hündürlüyü. Baxın apofem. Əgər piramidanın, düzgün dördbucaqlı piramidadan söhbət gedir, daxilində kürə varsa, şagirdlər, o kürə daxilinə necə çəkilir, sizə o hissəni demək istəyirəm. Diqqətdən baxın. Bu da digər yan üzünün hündürlüyüdür. Yəni apofemi deyək. Mən bu apofemləri,
yan üzünün hündürlüklərini apofemlərdən şagirdlər istifadə eləməklə bir üçbucaq yaratmışam. Baxın, görürsüz o üçbucağı siz artıq. Diqqətlə baxın. Bu üçbucağın deməli, bu üçbucağın daxilinə çəkilmiş çevrə bu piramidanın daxilinə çəkilmiş kürənin radiusuna bərabərdir. Yəni eyni radiusludur artıq bunlar. Bax, bir də təkrar edirəm. Bu düzgün dördbucaqlı piramidanın daxilinə kürə çəkməliyik. Bu piramidanın daxilinə çəkilmiş kürənin radiusu var, bu 5 veriblər. Həmin o 5 bu düzgün dördbucaqlı piramidanın apofemlərindən, yəni bərabər yanlıdır da, artıq görürsüz. Bərabər yanlı bu üçbucaqdır. Daha doğrusu bərabər tərəflidir. Çünki bunlar da 60-60'dır. Bunda bu təpə bucağı da 60 dərəcə eləyir. Söhbət burada. Gəlin bunu adlandıraq. Fikrini ifadə eləmək də asan olmur. Bu B-dir. Bu da C-dir deyək. Bu ABC üçbucağı var. Bu qıraqda çəkdiyim bu ABC üçbucağı. Bu ABC üçbucağının daxilinə çəkilmiş çevrənin radiusu piramidanın daxilinə çəkilmiş kürənin radiusuna bərabərdir şagirdlər. Yəni eyni şeylərdir bunlar. Bunu demək istəyirəm. Bax, diqqətlə qulaq asın. Bu piramidanın daxilində deyir ki, kürə var. O kürənin radiusu 5'dir. O kürənin radiusu bu piramidanın apofemlərindən, yəni yan tərəfləri apofem olan üçbucaq qururuq. Həmin o üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu elə kürənin radiusuna bərabər olacaq. Diqqətli olun, diqqətli olun. Bu kürədə bərabər necə tərəfli üçbucaqdır. Mən bu hündürlüyü çəkirəm bura və biz bilirdik ki, bu kiçik r-dir, bu da kiçik r-dir. Dedik ki, apofem ilə kiçik r işlənir. Apofem ilə hər zaman kiçik r, yəni daxilə çəkilmiş çevrənin radiusu ilə işləyirik. Yan til ilə böyük r işləyirik. İndi bu hissəyə fikir verin. Radius 5'dirsə, radius 5'dir. Dedik ki, bu da bərabər tərəfli 60-60-60 olan. Baxın, bu bərabər tərəfli üçbucağın daxilinə çəkilmiş çevrənin radiusudur 5. Yəni kiçik r bu 5'dir. Bərabər tərəfli üçbucaqda da kiçik r-in düsturu a kök 3 bölünsün 6'dır. Bərabərdir 5'ə. Buradan da a kök 3 bərabərdir 30'a. A da bərabərdir 10 kök 3'ə. Deməli, tərəf 10 kök 3'dür. Bu üçbucaq var ha. Bu səliqəli çəkin bu üçbucağı. Bu göylə orada piramidanın daxilində göstərdiyim üçbucaq elə bu üçbucaqdır. Baxın şagirdlər. Bu üçbucaqdır. Bu bucağı 60 dərəcə, bu bucağı 60 dərəcə, bu bucağı da 60 dərəcə. Siz buranı tapdınız 10 kök 3. 10 kök 3. Mən indi diqqətlə fikir versəniz, bu çəkilmiş hündürlük təpədən çəkilmiş hündürlükdür. Onu yarıya böldü. 10 kök 3'ü yarıya böldü. Burada oldu 5 kök 3, burada oldu 5 kök 3. Bu elədir 5 kök 3. İndi bizə hündürlük lazımdır. Piramidada həcmdə hündürlük var. Bu h-ı necə tapıram? 60 dərəcədə bu 60 dərəcənin qarşısındakı h-dır. Onda digər katetin kök 3 misli olmalıdır. Yəni 5 kök 3'ün kök 3 misli eləyəcək 15. Yəni h-ımız tapıldı 15'dir. Diqqətlə bir şeyə fikir verin. Piramidada baxın, bu kiçik r oturacağın yarısıdır. Düzgün dördbucaqlı olduğu üçün bu oturacaq kvadratdır. Bax, bu göy, bunu qaralayıram artıq. Diqqətlə baxın. Bax, bu oturacağa da paralel olduğu üçün elə ona bərabərdir. Həmin o uzunluğa bərabərdir. Yəni 10 kök 3'ə bərabərdir. Deməli, kvadratın, yəni o piramidanın oturacağının da tərəfi 10 kök 3'üymüş. Və salam, indi hər şey var. V bərabərdir. Piramidanın həcmi 3/1 s oturacaq vur h-dır. Oturacağı kvadratdır. 10 kök 3'ün kvadratını tapasınız. Vurulsun bir də h. H-ı da tapdınız, elədi 15. Aydın məsələdir. Kök 3'ün kvadratından bu gedir, qalır burada 100. 100'ü də 15'ə vuranda 1500 cavabını alırsınız. Maraqlı sualdır. Həqiqətən maraqlı sualdır. 27'yə baxıram. Sual 27. Düzgün dördbucaqlı kəsik piramida çəkək əvvəlcə. Deməli, oturacağı trapesiya şəklində olsun. Deyək ki, bu şəkildədir.
Və oturacağın tərəfləri 1 və 4-dür. Şagirdlər baxın, bu 1-dir, bu 4-dür. Mənə deyir, tili oturacaqla 45 dərəcəli bucaq əmələ gətirən. Hə, til oturacaqla 45 dərəcəli bucaq əmələ gətirməlidir. İndi ona diqqətlə baxın, deyəcəm o hissəni. Ümumiyyətlə biz nə axtarırıq? Piramidanın həcmini V bərabərdir. Düsturumuz necədir? 3də 1. H vurulsun. S1 alt oturacaq, üst oturacaq və bir də onların kök altında hasili S1 vur S2. Biz bunu axtarırıq. İndi oturacaqlar kvadratdır. Onları hesablamaq asandır. Bir dənə H, əsas məsələ H-dır. Bu H-da, yəni düzgün dördbucaqlı kəsik piramidanın da hündürlüyü şagirdlər baxın budur. Və tili oturacaqla 45 dərəcəli bucaq əmələ gətirirsə, til oturacaqla 45 dərəcəli bucaq əmələ gətirməlidir. Onda diqqətlə fikir verin, o hansıdır deyək. Alt oturacağındakı deməli tili oturacaqla 45 dərəcəli bucaq əmələ gətirir. Hə, alt deməli til oturacaqla 45 dərəcəli bucaq əmələ gətirirsə, til oturacaqla 45 dərəcəli bucaq əmələ gətirirsə, apofemini çəkirsiniz. Bax, bu çəkdiyim apofemdir. Apofem də bilirsiniz ki, kiçik yerlə işlənir. Oturacağındakı 45 dərəcəlik bucaq bu apofem ilə kiçik R arasında qalan bu bucaqdır. Bu da 45 dərəcədir. Diqqətli olun. İndi bu 1, bura dedik ki, kiçik R-dir. Bu kiçik R-dirsə, kök 2-nin yarısıdır. Daha doğrusu tərəfin yarısıdır. Daxilinə çəkimi çevrənin radiusudur. Tərəfin yarısıdır. Bura 2də 1-dir. Onda burada 4-ün yarısıdır 2-dir. Buradan mən bura bir paralel çəksəm, bu da H-dır deyil. Bu da H-dır, bu da H-dır. Biz elə H-ı axtarırıq. Buradan ümumi 2-dirsə, ora getdi, şəkil çək, pozuldu. Bu 2-dirsə, diqqətlə baxın. Şəkil pozulur bir dəqiqə. Səliqəsi salındı, eybi yox. Bu 2-dirsə, daha doğrusu baxın, bu hissə 2də 1-dirsə, bura qədər də 2də 1-dir də. Bura 2də 1-dir. Ümumi, bu məsafə ümumi 2 idi. Onda bura 2də 1-dirsə, bu hissəyə qalırmı? 2də 3. Bu oldu 2də 3. Bura 2də 3-dürsə, bu 45-dir, bu da 45-dir. Yəni fikir versəniz, biraz şəkil qarışıq alındısa, bir dənə fikir verin. Burada belə bir düzbucaqlı trapesiya qalıb da. Baxın, belə bir düzbucaqlı trapesiya qalıb. Bu H-dır. Bura 2də 1-dir. Bunu bura çəkdim. Bu da H-dır. Burada 2də 1-dir. Bütöv 2 olmaq üçün bura 2də 3 qalır. Onda bu 45 dərəcə idisə, bu da 45 dərəcədir. Onda H da elə 2də 3 olacaq. İndi gətirib yerinə yazıram. 3də 1 vur. H 2də 3-dür. 2də 3 vurulsun. S1 1-dir. S2 16-dır. Bir də 16-nı 1-ə vuranda 16, ondan da 4 çıxır. Bunlar gedər. Qaldı 2də 1 vur. 21. Yəni 10,5 şagirdlər B variantı. 27-ci sual idi bu. 28-ci suala baxıram. 28-ci sualla davam edirik. Piramidanın bütün üzləri düzgün üçbucaqlıdır. Deməli, belə bir üçbucaqdır. Bütün üzlərdə düzgün üçbucaqdır. Yəni hamısı bir-birinə bərabərdir. Deməli, bunda belə çıxır ki, bu fiqur, çox üzlü deyək də, tetraedirdir. Tetraeder. İndi bizə sual olunur ki, üzlərdən birinin xaricinə çəkilmiş çevrənin radiusu kök 6-dır. Üzlərdən birinin fərq eləməz hər hansı bir üzü kənara çıxardıram. Üçbucaqdır da o, bərabər tərəfli üçbucaqdır. Onun xaricinə çəkilmiş çevrənin radiusu, xaricinə çevrə çəksəz, bərabər tərəfli üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu A kök 3 bölünsün 3 düsturundan tapılır. Buradan bizə veribdir A kök 3, R kök 6 verib, 3 kök 6
A da bərabərdir. Bölsəm qalar 3 kök 3. Yəni A-nı tapdıq. Elədi 3 kök 3. Kök altını kök 3'e böləndə, daha doğrusu bu A kök 3 olduğu üçün 3 kök 2 üzr istəyirəm. 3 kök 6'nı kök 3'e böləndə qalır 3 kök 2. Və tetraedrin daha həcm düsturu A kubu kök 2 bölünsün 12 düsturundan tapa bilərsin. İndi bu A kubu 3 kök 2'nin kubu 3'ün kubu 27. Kök 2'nin kubu kök 2 vur, kök 2 vur, kök 2 eləyəcək nə? 2 kök 2 vur, bir də kök 2 bölünsün 12. Şagirdlər burada 2 2 kök 2'nin kök 2'ye vuranda 2 alınır. Burada da 1 2 var. Bunlar hamısı 12 ilə ixtisar gedir qalır 3. 3 ilə 27 ixtisar gedir qalır 9. Yəni cavabımız oldu 9. 29-cu suala baxıram. Sual 29. Düz prizmanın yan teli belə, oturacağın tərəfləri belə olan trapesiyadır. Prizmanın diaqonal kəsiyin sahəsini tapın. Bir dənə həmin o şəkli çəkək. Deməli, söhbət trapesiyadan gedir. Söhbət trapesiyadan gedirsə, deyək ki, dənə şəkli çəkək. Oturacağı şagirdlər belə olan deməli nədir? Trapesiyadır. Tərəfləri 2, 2 və 4 cm. 2, 2, 2 və 4 cm. Deməli oturacağı bərabər yanlı trapesiyaymış. Düz prizmadan da söhbət gedirsə, düz prizma olduğu üçün bu 90 dərəcədir və 4 kök 3'dür yan til. Prizmanın diaqonal kəsiyinin sahəsini istəyir şagirdlər. Prizmanın diaqonal kəsiyi dedik ki, yan tilləri ilə əhatə olunan və diaqonal boyunca kəsilmiş həmin o kəsiyin, yəni düzbucaqlının, bütün düz prizmaların ümumiyyətlə diaqonal kəsikləri düzbucaqlıdır. Düzbucağının sahəsi A vur B düsturundan tapılır. Tərəflərdən biri var. 4 kök 3. Elə bu da 4 kök 3'dür də. İndi bizə bu diaqonal lazımdır. Bu diaqonalı tapmaq üçün bu şəkli çıxardıram çölə. Bərabər yanlı trapesiyanı. Dənə səliqəli çəkək. Bərabər yanlı trapesiyadır. Bura 2'dir, bura 2'dir, bura da 2'dir, bura 4'dür. Bizə bu diaqonal lazımdır. Baxın, bu qırmızı ilə gördüyünüz. Bunu da tapmaq üçün mən 2 dənə hündürlüyünü endirdim. Endirəndə bura 2 qaldı. 4'dən 2 çıxdıq. Bura 1, bura 1 qaldı. Burada qaldı 2. Pifagor teoremindən buranın kök 3 olduğunu tapıram. Çünki 4 çıx 1 kök 3 eləyir. İndi baxırsınız bu hissəyə. Baxın bu hissəyə baxın. Bu hissənin uzunluğu da 3'dür. Onda həmin o diaqonalın kvadratı bərabərdir. 3 üstəgə 3'ün kvadratı 9. Bu da eləyir 12. Onda diaqonal da alındı buradan. 2 kök altında 3. İndi o diaqonalı tapdıq tərəf idi o. S bərabərdir 4 kök 3'ü. Vururam 2 kök 3'ə. Bu da eləyir 8 vur 3, 24. Cavabımız olur 24. Sual sonuncu sualdır deyəsən, 30-cu sual. Baxıram 30'a. Sual 30. Deməli, düzgün tetraedrin yan üzü ilə, düzgün tetraedrin, belə deyək də, bir dənə düzgün tetraedri göstərək əvvəlcə. Şagirdlər diqqətlə baxın. Düzgün tetraedrin yan üzü ilə, hər hansı bir yan üz ilə oturacağı arasındakı bucağın kosinusunu tapın. Ümumiyyətlə mən bunun oturacağını adlandırıram ABC. Bu da K olsun. Yan üz, hər hansı bir yan üz. Deyək ki, biz baxırıq bu yan üzə. Bu yan üzə baxırıq. Aydın oldu da. Bu yan üzün yan üz ilə oturacaq arasındakı bucağı tapmaq üçün biz necə deyirdik? İki müstəvi arasındakı bir dəqiqə. İki müstəvi arasındakı bucağı necə tapırdıq? Onların ortaq tərəflərinə bir perpendikulyar indirirdik. Ortaq tərəfimiz olsun, baxın bu tərəf. Bu tərəf ortaq olsun.
Buna bir perpendikulyar endirik buradan. Endirdik. Buradan da bu S təpəsindən də bu hündürlükdür. Bu yan üzün hündürlüyü deyək. Buna da bir hündürlük endirirəm bura. İki hündürlük arasında qalan bu bucağa deyirdik yan üz ilə, yəni iki müstəvi arasında bucaq. Yan üz ilə, yəni bu BK AKB üçbucağı ilə SBK üçbucağı arasında, yəni o iki müstəvi arasında qalan bucaq deyirik. İki müstəvi arasında qalan bucaq idi bu. İndi belə deyək də bu tetraedr olduğu üçün bütün tərəflər bir-birinə bərabərdir. A-dır hər yer. Bunu bilirik. Bu bərabər tərəfli üçbucağın qırmızı ilə çəkdiyim hündürlüklər bərabər tərəfli üçbucağın hündürlükləridir, h-larıdır. H da nəyə bərabərdir? A kök 3 bölünsün 2-yə. Hər biri ona bərabərdir. Tutaq ki, bura bir T desək, KT də, ST də, hər ikisi də A kök 3 bölü 2-dir. İndi mən o hissəni qırağa köçürəm. Baxın, burada A kök 3 bölü 2-dir. Burada A kök 3 bölü 2-dir. Bu KS tərəfi isə A-dır. Baxın, həmin üçbucağı çölə çıxartmışam. Bizdən bu bucağı soruşurdu. Baxın, bu bucağı. O bucağı da kosinuslar teoremi ilə tapıram. A kvadratı bərabərdir. Bunun kvadratı eləyir 4-də A kvadratı 3A kvadratı. Üstəgəl yenə 4-də 3A kvadratı. Vururam 2-yə, eyni şeydir bu. 2-yə vurdum bunu. Çıxılsın 2AB kosinus alfa. 2 vurulsun AB. Bir-birinə vururam 4. 3A kosinus alfa. Yəni bu bucağın alfası. İndi buradan şagirdlər, buradan ixtisarlar eləyək. İxtisarlar edirəm. Deməli belə oldu da bu. A kvadratında və yaxud da bunu bu şəkildə yazıram. 4-də 6A kvadratı çıx 6A kosinus nə? Alfa. Çarpaz vururam. 4A kvadratı bərabərdir 6A kvadratı minus 6A kosinus alfa. Aldım bu şəkildə. Sola keçirsəm qalar mənfi 2A kvadratı bərabərdir mənfi 6A kosinus alfa. Hər tərəfini 2A-ya bölsəm, burada A bərabərdir. Deməli 3. Deməli burada nəyəsə səhv yazdım. Bir dənə baxım. Minus 2AB kosinus alfa. 2AB. Hə, AB-yə vuranda burada A kvadratı yazmamışam şagirdlər. Bunu diqqətsizlik etdim. Artıq yorğunçuluq deyək. Burada 2A kvadratı ixtisar gedir. Burada artıq mənfilər ixtisar getdi. A kvadratlar ixtisar getdi. Qaldı 1 bərabərdir 3 kosinus alfa. Buradan da kosinus alfa bərabərdir 3-də 1. Bizdən nə deyirdi? Bucağın kosinusunu deyirdi. Biz elə kosinusunu tapdıq. Cavab oldu 3-də 1. Kosinus elədi 3-də 1. Belə şagirdlər, bütün sualların izahlarını verdim. Hər birinizi uğurlar arzulayıram. Sağ olun.